Salam, mən allergoloq Gülnar Quliyeva. Bu videoda sizə uşaqlarda nəfəs dərmanının istifadəsi qaydası haqqında məlumat vermək istəyirəm. Bizə müraciət edən doktor uşağıma bronxial asma diaqnozu qoyulub, asma əleyhinə müalicə yazılıb, amma biz müalicədən fayda görmürük kimi fikirlər səsləndirən pasientlərin bəzisinin müayinəsi zamanı müəyyən olunur ki, nəfəs dərmanlarını onlar texnik olaraq düzgün istifadə etmirlər. Yəni, uşaqlarda nəfəs dərmanları çəmbər, spacer vasitəsilə qəbul olunmalıdır, amma onlar nəfəs dərmanını birbaşa uşağın ağzına püskürdürlər. Bildirmək istəyirəm ki, bu dərmanlar ölçülü doz inqalyasiya dərmanları sayılır. Yəni, bunun içində ölçü ilə qaz var və bu dərmanı uşağa təyin etməkdə məqsəd bu tüstü vasitəsilə, qaz vasitəsilə bronxlarda olan spazmı aradan qaldırmaq, allergik iltihabı söndürmək, bronxu açmaq və asmaya xas olan əlamətləri, öskürək, xırıltı, xışıltı, vızıltı, fit səsi kimi əlamətləri tamamilə sıfırlayıb xəstəliyi kontrol altına almaqdan ibarətdir. Lakin əgər biz bu dərmanı texnik olaraq düzgün istifadə etməsək, bu dərmanın tərkibindəki qaz, toz, tüstü bronxlara gəlməz. Belə ki, əgər biz dərmanı uşağın ağzına püskürdürüksə, bu dərman birbaşa boğaza hopar, bronxlara getməz və xəstəliyə heç bir faydası olmaz. Uşaqlarda nəfəs dərmanları, xüsusilə bunlar, çəmbər dediyimiz bir cihaz vasitəsilə qəbul olunmalıdır. Bu aralıq bir vasitədir, dərmanın ağciyərlərə tam nüfuz etməsini təmin edən bir cihazdır. Uşağa nəfəs dərmanı yazılıbsa, mütləq yaşına uyğun olaraq spacerda təyin olunmalıdır. Necə istifadə edirik? İlk növbədə dərmanı silkəliyirik. Qapağını açdıqdan sonra maskanın uşağın ağzına və burnunu tamamilə örtdüyündən əmin olmalıyıq. Yəni, bu çəmbəri uşağın ağzı nahiyəsinə bərkidirik, burnun və ağzın tam qapanmağından əmin oluruq. Ondan sonra dərmanı cihazın xüsusi yerinə keçirib bir püskürtmə sıxırıq. Və uşaqdan 5-6 dəfə dərindən nəfəs almasını istəyirik. 5-6 dəfə dərindən nəfəs almaq bu cihazın içindəki bir püf dərmanın ağciyərlərə tamamilə sorulmasını təmin edir. Əgər nəfəs almanı saya bilmiriksə, o zaman, xüsusilə körpə uşaqlarda bu olur, o zaman 10-15 saniyə ərzində çəmbərin uşağın ağzında tam dayanmasından əmin oluruq. Belə ki, 10-15 saniyə ərzində uşaq nəfəs alıb verdikcə bu dərman dozasının hamısı ağciyərlərə hopur. Əgər sizə 2 püf təyin etmişiksə, 1 püf dediyimiz qaydada tam mənimsənəndən sonra ikinci sıxmanı edirik. Unutmayaq ki, nəfəs dərmanlarının qəbulundan sonra mütləq ağız su ilə qarqara olunub tüpürülməlidir. Belə ki, əgər qarqara etməzsək, səs tellərinin karlaşması və əlavə öskürəklər yarana bilər. Allergiya və asma mövzusunda bu tipli maarifləndirici videolar haqqında məlumat almaq istəyirsinizsə, kanalımıza abunə ola və mövzu ilə bağlı suallarınız varsa, şərh bölümündə yazaraq bizdən cavab ala bilərsiniz.